Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilib. Tədbirdə çıxış edən Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Muxtar Respublikanın Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi yeni iqtisadi əməkdaşlıq platformasına çevrildiyini deyib. Bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir. 200-dən çox iş adamının qatıldığı forumda Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək, Türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək. Forumda regional əməkdaşlıq baxımından xüsusilə Naxçıvanın yaratdığı imkanların biznes dairələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bunun bir başlangıç olduğunu düşünüyorum. Bundan sonrasının da hep birlikte gelişeceğini, geliştirebileceğimizi düşünüyorum. Bunun Karabağ koridoru açıldığında, Zengezur koridoru açıldığında da büyük bir ticari potansiyelin habercisi olduğunu da biliyoruz. İnşallah bundan sonra da daha başka toplantılarda iş yaparak dostlukları pekiştirmeyi düşünüyoruz. Və biz nəzərə alsaq ki, növbəti ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan təşviqlər, gömrük, vergi və digər güzəştlər bura Türkiyənin sərhədyanı bölgəsindən olan iş adamlarının daha cəlb edici olacaqdır. Və düşünürəm ki, bu davamlı bu forumların keçirilməsi vacibdir və həm Türkiyə tərəfin, həm Azərbaycan tərəfdən olan, Naxçıvan tərəfdən olan sahibkarlar üçün çox önəm daşıyacaqdır.